Axşamınız xeyir olsun. Bugün, yəni 5 iyul tarixində ikinci qrupların ikinci cəhd imtahanına düşən situasiya tipli sualın izahını vermək istəyərdim. Sual bir çox müəllimlər tərəfindən yaxşı qarşılanmayıb ki, qəşəng sual deyil. Amma mənim düşüncəmə görə çox qəşəng sualdır və açıqca nələrisə istiqamət verərək uşaqlara ortaya çıxartmağına kömək eləyir. İlk öncə başlayaq. Tədqiqatçı Oslo şəhərindən, yəni 60 dərəcə şimal enliyi və 10 dərəcə şərq uzunluğundan paralel boyunca 2790 kilometr hərəkət etdikdən sonra. İlk öncə buradan başlayaq ki, nə demək istəyir? Yəni Oslo şəhərinin paralelini verib 60 dərəcə şərq uzunluğu və 10 dərəcə şimal enliyi. Bundan nə qədər hərəkət edib? 2790. Amma şərqə yaxud qərbə getdiyini demir. Amma digər hissədə də qeyd edir ki, A məntəqəsinə çatdı. Bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. Yəni bu şəhər Londondan 4 saat irəlidədirsə, deməli bu deməli şərq yarımkürəsində yerləşir və 4 saat irəlidədir. 4 saat irəlidə deyirsə də biz birinci olaraq 4-ü vururuq 15-ə və tapırıq ki 60 dərəcə. Yəni 0-dan 60 dərəcə uzaqlıqdadır. Elə bununla da yekunlaşdırmaq olar, amma bizim bir tərəfdən də seçimimiz odur ki 2790 kilometri tapaq. Bunu da tapmağın əsas üsulu ondan ibarətdir ki, 1 dərəcəlik qövsün uzunluğunu bilmək. Yəni 60 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir? 60 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu 55,8 dərəcədir. Təbii ki, uşaqlara biz deyirik ki, 40 dərəcəni, 50 və 60 dərəcəni çalışın ağlınızda saxlayın. Bunu bilsəydi, əgər bir şagird 2790-ı 55,8-ə bölməklə cavabın 50 olduğunu tapardı və bunu tapdıqdan sonra nə baş verir? Təbii ki, 10 dərəcə şimal enliyindədirsə, bu məntəqə, daha doğrusu bu tədqiqatçıların başladıqları məntəqə 10 dərəcə şimal enliyindədirsə, belə şərq uzunluğundadırsa, ondan 50 dərəcə istiqamətlə getdikdə 60 dərəcə şərq uzunluğuna çatırlar. Yəni bayaqki 4 saatlıq yolu yenə də eyni formada gəlib çatdılar 60 dərəcə şərq uzunluğunda. Və daha sonra nə deyir? Qeyd edir ki, A məntəqəsi qədim dağ sistemində yerləşir. Və biz düşünürük, getdiyimiz istiqamətdə qarşımıza çıxan birinci qədim dağ hansıdır? Elə Ural dağları istiqamətdən gedib, yəni 60 dərəcə şərq uzunluğuna çatırıqsa. Bu da Ural dağlarını göstərir bizə. Sonra qeyd edir ki, həmin bu qədim dağlar bu dağ sisteminin qərbində deməli qədim platforma, şərqində isə qədim platformada olan düzənlik, şərqində isə cavan platformaya aid Y düzənliyi yerləşir. Deməli bizim qərbimizdə X, şərqimizdə isə Y düzənliyi yerləşir. X düzənliyi qədim, Y isə cavan platformadadır. Yəni X düzənliyimiz Şərqi Avropa, Y düzənliyimiz isə Qərbi Sibir ovalığı olacaq. Sonra X düzənliyindən axan çayın ən uzun X düzənliyindən axan ən uzun çay daxili axarsız hövzəyə aiddir. Biz də bilirik ki, Şərqi Avropanın da ümumiyyətlə Avropanın ən uzun çayı Volqa çayıdır və daxili axarsız hövzəyə, yəni Xəzər hövzəsinə aiddir. Y düzənliyindən axan ən uzun çay isə Şimal Buzlu Okean hövzəsinə aiddir. Təbii ki, bu çay da Ob çayıdır ki, bu da deməli Şimal Buzlu Okean hövzəsinə aiddir və Ural dağlarının şərqində yerləşir. Bu qədər. Və 58, 59, 60-cı tapşırıqlar əsasında isə aparılan tədqiqata aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Demək olar ki, xüsusiyyətlərin hamısından danışdıq. Bunları cədvəl formasına salıb yazmaq olar. Sonra tədqiqatın başladığı və bitdiyi ölkələrin adlı, hərəkət edilən paralelin 1 dərəcəlik qövsünün uzunluğu və bu paralelin 1 dərəcəlik qövsünün uzunluğunu qeyd edirik. Tədqiqatın başladığı ölkə olsun Oslo şəhəridirsə, bu Norveçdən başlayır o deməkdir ki, Norveçdən başlayırsa gəlir Finlandiyanın ərazisinə, oradan isə birbaşa Rusiyaya keçir və yəni 3 ölkənin qeyd eləmək olar ki, 3 ölkədə aparılıb tədqiqat. Sonra ümumi paralelin keçdiyi materikləri qeyd edirik. Bu zaman isə biz Şimali Amerika materiki və Avrasiya materikinin adını qeyd edirik ki, bu materiklərdən keçir. Sonra 60-cı sualda isə qeyd edirik X və Y düzənliklərin hər birindən axan ən uzun çay qeyd edilir. Volqa çayı və həmçinin də Ob çayı deməli ən uzun çay olaraq bu X və Y olaraq bölə bilərik. Sonra hər ikisində yayılan eyni təbii zona. Volqanın da deməli Obun da mənbə deməyək, hövzəsində deməli nələrə rast gəlirik? Çöllərə və həmçinin də meşə çöllərə rast gəlirik. Həmçinin də bunların yayıldığı zonada təbii ki, enli yarpaqlı meşələr var. Volqa tayqalara demək olar ki, mənbə hissəsi belə çatmır. Ona görə tayqanı yox, amma enli yarpaqlı və qarışıq meşə təbii zonasını və çöl və meşə çölləri götürmək olar ki, hər ikisinin hövzəsində yayılmışdır. Və bu düzənliklərdə geniş rast gəlinən eksogen relyef formalarını qeyd edib cədvəldə yazın deyir. Bu da biz bilirik ki, bu deməli Avrasiyanın şimalı xüsusi olaraq 4-cü dövrü buzlaşmasına çox məruz qalıb. Buna görə də buzlaq relyef formalarına Morin təpə və tirələrini qeyd eləmək olar. Həmçinin çayları bilirik ki, 2 dənə böyük çayın adını çəkdik ki, bunların gətirdikləri çöküntülər qeyd eləmək olar ki, çay çöküntüləri. Sonra nə qeyd eləmək olar? Eksogen relyef forması olaraq. Təbii ki, böyük düzənliklərdə həmçinin deməli
Qeyd etmək olar ki, euro relief formaları da olar, amma daha çox yəni üstünlük təşkil edən buzlaq və həmçinin də çay dərə mənşəli çöküntülər, ekseqon yəni alüvyal mənşəli çöküntülər daha çox üstünlük təşkil edir.